Dəyərli izləyicilərimiz, bugün sizlərə Maçlar ismisində üzü Vişnovka bağlarına gedən yolda Botanika İnstitutu deyilən ərazi ilə üzbəüz dalanda 2.4 çotunun içərisində 3 otaqdan ibarət tam təmirli evin çəkilişindəyik. Hal-hazırda evin həyətyanı sahəsi daxil olmuşuq. Darvazası böyükdür. Rahatlıqla bir neçə maşın həyətdən daxil olur və ən əsas izləyicilərimizin çoxsunun bəyəndiyi deməli tipdə olan evdir bu. Həm arxasından, həm sağ tərəfindən, həm sol tərəfindən məsafəyə bir dənə fikir verir zəhmət olmasa. Tam qayda qanunla tikilmiş. Yəni divardan, hasardan nə qədər məsafəsi var. Gördüyünüz təqdim edilmiş sizə. Evin alt hissəsi padvanla. İndi bəzi əşyalar var burada. Ustalar işləyir hələ ki. Onlar da təmizlənəcək, götürüləcək buradan. Bu da evin sol tərəfi. Bura rahatlıqla da yəni qarajda düzəlmək olar. Bisetkada salmaq olar, söhbətgah da yəni salmaq olar. Ağacıqlar üçün istifadə etmək olar, boş torpaq sahəsində. Ev tam təmirlidir. Arxasına keçmək olur. İndi pəncərələrdən də arxasını çəkib göstərirəm sizə. Yerdən kürsülüdür bu ev. Sənəd paket kupça da dəyərli izləyicilərim qeyd edeyim. Bir çox müştəri narazılıq edir ki, videonun sonunda sənəd edirsən. Amma mən indi qeyd edirəm ki, paket kupçadır. Sağda yerləşir qonaq otağı belə. Və burada gördüyünüz bütün belə deyil, o biri evlərə aid olan qapıdır, nə bilim laminat falan, onlar götürüləcək. Buradan solda yerləşir belə bir mətbəx. Bu hissədə belə bir birinci yataq otağıdır. Başa həyətinə baxır. Bu hissədə isə digər bir sonuncu yataq otağıdır. Belə bir yataq otağıdır. Ev özü cütdaşla təminlə tikinti materiallarında keyfiyyətlə istifadə olunur. Və sanitar qovşaq hamam otağı da gördüyünüz kimi bütün aksesuarlar üstündə hazır bağlı bir şəkildədir. Qiymətə gəldikdə isə gördüyünüz bu evin qiyməti 90.000 manat. 2.4 yılın içərisində paket kupçalı 90.000 manat start qiymətdir. Real alıcıya endirim olacaq inşallah. Əlaqə nömrələrimiz səhifəmizdə də mövcuddur. Bu və digər bunun kimi evlər tanış olmaq istərsəniz təbii ki səhifəmizdə daxil olub baxa bilərsiniz. Bizi də unutmayın. Sağ olun.